Hal-hazırda Qubada çox məşhur tanınan Təkağac ərazisindəyəm. Qımıl Qazma kəndinə təsadüf edir bura. Hündür dağın üstüdür. Buradan mənzərə gözəldir. Yəqin ki, çox yaxşı bilirsiniz buraları. Davamlı paylaşım edirik bu ərazidən. Yenə öz kofelərimi, suyumu götürüb gəlmişəm səhəri açmağa. Baxın, mənzərə gözəl. Burada bir qəşəng belə qara uyğunlusa var. Burada bizim balaca Huri xanım gəlib mənimlə gezməyə. Huri, qulaqları oynat, qulaqları oynat. Nətər idi qulaqlar? Ay, çıxdı. Oynat qulaqları. Gücün çatmır. Əlcəklə gücün çatmır. Bax, ya. Yu. Bu dəfə kamera özündə tək əl ilə işləyəcəm. Bəzən kadr saxlayacağım, bəzi detallara görə. Bu çıxartı bilsəm mən buradan tək aman, yaxşı kadr saxlayaq. Gaz peşimizi quraşdırdıq. Fincanlarımızı düzək. Aha. Əsas qabımız. Bizim kofemiz. Və bir də burada çay qaşığımız olmalıdır. Konfetlərimiz də var. Çay qaşığı kofeni əlavə edin. Bilən nazıdan gələrkən bulaqdan su doldurmuşdum. Suyumu da əlavə edin. Qarışdıraq məhsulu hazırlayaq. Daha sonra qaz peçini yandırıb davam edərik. Bu arada baxın mənzərəyə. Mənzərədə masa, imkanlar. Kadrları dayandırıram, sonra davam edərik. Bu dəfə mən tək kontrabaslı söhbəti var. Onu eləmişəm. Kamera özüm tək. Aha, qazı yandırdı. Çəkişdirəm qaram. Qazımız yanır. Bizim yoxdur. Kofemiz var, burada qarışdırıq. Kofemiz pişsin. Bir səbər qədər döşalana baxıb qoyun. Elə kamera saxlayaq. Bu arada tam qarışmıyor suya. Böyle çalışmamı başladım. Mənzərə də bilirsiniz, buraları tanıyırsınız. Bax, bu Təkağacdır, həmin o məşhur Təkağac adlanılan yer. Bura Qımıl Qazma kəndidir. Bax, dağların mənzərəsi bu hissədə və kənd aşağı hissədə yol da gedir Xınalığa. Kofemiz 2 veya 3 stəkanlıq olacaq. Burada bizim 3 fincanımız var. Güzel değil. Baştan kofe hazır olana kimi. Tabii ki burada da kofenin içində tatlı şokolatlarım var. Böyle bir koyaq, keki koyaq. Aha, belə. Bunun bir fincanımız da var burada. Önce üstüne çıxacaq bundan. Əvvəllər bu Kuru Mehmet Efendinin kofesini satırdılar. Yanında fincan da verirdilər. Bəzilərinin yanında buna yadından çıxdı. Onu da verirdilər. Bundan ama çok uzun zamandır yoxdur artıq. Təkcə kofeni ya da Amerikada ya da beləcə sarı paketdə götürmək olur. Kofemizi qoyaq pişməyə, hava soyuq onsuz da gedək gezməyə. Gedib uşaqlarla oynamaq, güləş alırlardıdır. Birinci mənə çatana konfet. Görək kim birinci gəlir. Birinci. Təbii ki, mən birinciyim. Zəhra xanım. Baylaymadan. 5 çak. Konfet. Güzel boşlu. Geliyor. Güzel yalan. Hadi çok güzel. Hava güzel. Tabii güzel. Ben güzeller. Ben paylaş konfeti. Nasıl istiyorsunuz? Bak böyle konfetlerim de var. Bak böyle konfetlerim de var. Bir de dışkı varmış ha. Buyurun kızlar. Nasıl? Efendim de balıkları verin. Şimdi bir daha. Ne kaldı bu yani? Al bu konfet. Yok. Kofem pişmiyor. Tez. Kofemizin verir. Aha, çok güzelmiş. Üzülsün bu yerinde ben Zeynep'den kömək istemiyorlar. Zeynep, hani çek belə. Ben böyle çok güzel alayım fincana. Kofein tamam, demolmamış, kaynamamış. Buyur sabah. Tamam. Maşallah kofein köpükleri çok güzel. Tamam, kofe gözlüyor. Sabitsizliğiyle. Kofemiz artık hazırdı. Kaynıyordu. Biraz yanlık olsa geciktirdim. Çekilişi geciktirdim. Kofein yok. Kofemiz ağladı. O çökmüştü, geçen köpüklenmişti. O yüzden çekilişe bilmem. Bence ağladık. Tam hazırdı. Hoppa. Şöyle bağlı. Bir de sıkıntı var. Nasıl Türk kofesi? Hadi canım. Kameranı tez açacağım. Hadi düşün. Yavaş. Kalmışsın buraya. Bu bizim kofemiz. Bu bizim konfetlerimiz. Bu da bizim mənzərəmiz. Bu lazım da. Ama bu kamyonete çevirmeliydim. Şimdi kofeni çeçə. Bu havada qəşəng əylənmək olar. Bəli dostlar, bir daha vaxtınız xeyir olsun. İstirahətə vaxt ayırmaq lazımdır. İş həmişə var, istirahət də lazımdır. Burada Qubanın Qımıl Qazma kəndi Təkağac adlanan ərazisidir. Burada aşağı hissədə yaxşı motosikletlər var sürməyə, at var sürməyə. Bakıdan gələn qonaqlar buranı dəyərləndirir. Neyse, izlədiyiniz üçün təşəkkür edirəm, çox sağ olun. Videoda sağollaşdım, amma videoda bu hissədə göstərməliydim. Bax, bizə kənddə buna kirişə deyirlər. Kirişə, xizək dediyimiz. Uşaqlara baxın, gedirlər. Hara sürürsünüz uşaqlar? Ora aşağı dərə deyil. Dərəyə getdilər, əlimdə korfuyla. Çata bilmirəm onlara. Getdilər. Getdilər. Nəbəyə gedib burada dayanacaqlar, koltuq var orada. Hoppa, əlaçı, afərin, gördün. Bu da bizimkilər. Siz hara gedirsiniz? Biz o da girmeyiz. Çözü getirməmişsiniz axı. Getirmedim de tam. Neyse, hələli. Qala. Korfilər süzmüşəm. Məncə tek özüm içirəm. Dəvət təklif yoxdur. Təkarla çəkilişləməyə çətindir. Harada mənim dəyərli
çəkilişçi bacaran komandaya yollaşdı. Bu kofe içəndən sonra bir də vərdiş almışam. Kofe falına. Düz də inanmasaq da bir falan inanma, faldan da qalma. Hoppa. Bu da çevirdik, qoyduq bura. Biraz soysun. Birazdan gəlib baxarıq. Bu itə yaxın yapdı. Birinci dəfə bu itə yaxın yanır. Axı qovaladı itə. İt yaxınlaşmış sizə dostlaşmağa. İt dostlaşmağa yaxınlaşmışdı. Bu itə kartopundan qovaladılar. Heç nə, uşaqlar. Uşaqlar normaldır. Bu uşaqlar yəni. Belə. Bunu belə qoyaq. Bunu belə çevirək. Görək nə çıxıb buradan. Oo, gör nələr görsənir buradan, nələr görsənir. Vay. İşte buna belə baxmaq lazımdır. Heç nə də, əla, super, hər şey gözəldir, yaşamaq gözəldir. İzlədiyiniz üçün təşəkkür edirəm. Deyir falımız.